Burada yuxarıdakı var, orada Arazın yanına bir müştəri düşürtdüm. Allah hamd olsun. 4 manat yazmışdı. 7 manat verdi. Nəysə onu demirəm. Mən molun içindəydim, Bravonun içindəydim. Bunlar arxadaydı. Qabağa qədər piyada gəldilər. Bunu keçdik. Xahiş elədim, piyada gəldilər. Xanım mənə bu pul artıq verməyindən, mədəniyyətindən, etika, estetikasından mən başqa bir şey demək istəyirəm. Xanım mənə bir dənə şey alıb gətirib verib, nədir ona dedi ki, orada almışdım, gəlin buyurun siz götürün, nədir, sütül deyirik da biz buna, qarğı da alıb, bişmiş qarğı da alıb, duz da adıbdı, and olsun Allaha, ağzımın suyu nədir axı, indi bu nə də pəhpətdən yəsiyəm. Uşaqlıqda 6-7 yaşımız olanda biz girib oğurluq elirdik, hə? Gətirirdi, qaynadılırdı, belə elirdi. Oğurluq elirdik deyəndə bağa girirdik, 5 dənə 3 dənə qopardırdıq, koftanın altına salırdıq, bütün qarnımız, başımız cırıq-cırıq. Gətirirdi, verirdi evə, evdəkilər pişirirdi, biz də basırdıq, yeyirik. Biz buna sütül deyirik. Vallahi məni birbaşa 6 yaşıma, 7 yaşıma qaytardı da. Yəni iyisinə bax, kiminsə nəfsi keçərsə də halal eləsin. Yəni üzürlü sayında, amma dəhşət bir iyisi var da, qoxusu var, super bir şeydir. Çox sağ olsun belə müştərilər. Bax belə müştərilər adama həqiqətən ləzzət verir. Yəni burada məsələ nədirsə deyir, bununla heç kim artmır. Mənim boyum 1.85-dir, 110 kilo çəkim var. Bu mənə heç nə eləyəsi deyil. Yəni bununla mən nə adam olasıyam, nə başqa bir şey. Amma həqiqətən jesti, etikası, estetikası, mədəniyyəti xüsusi adama ləzzət eləyir də. Yəni xanım halaldır sizə. Allah sizin kimləri çox eləsin. Yurdumuz insanından bol olsa yaxşıdır.